Gününüz uğurlu və ruzulu, bərəkətli keçsin sizlərə. Mərdəkanda yolunu gördünüz. Möhtəşəm bir dənə ev təqdim edirəm. Mərdəkanda ana yoldan 100 metrlik məsafədə yerləşən tipik bir məhəllədə cəmi 5 qonşusu olan 6 sotun içində bu gözəlliyi təqdim edirəm. Sol tərəfdə söhbətgahı, besetkası, isti döşəməli, qış aylarında da əyləşə bilərsiniz, yay aylarında da. Hazır, təmirli, yaşanılmamış. Sağda hovuzunu görürsünüz, 8 metr uzunluğunda, 4 metr yarım enində, 1,60 dərinliyində. Orada duşu da var. Keçək istiməli hovuzdur əlbəttə ki. Evin ətrafını tam dövr eləmək mümkündür. Hətta burada isti döşəməlidir, onu da deyim sənə. Buranı da gələcəkdə bağlayıb, buranı da əyləşmək olar. 10 tonluq su anbarı, 3-4 maşınlıq yeri, həyətdə sanitar qovşağı. Gəl burasını da göstərək. Qiymətini deyəcəm, bu evi bu qiymətə tikib başa gətirmək olmaz bugünkü gün. Yəni bu yerdə, torpağın sotu da burada 30-35 min manatdır, onu da deyim. Yeni Qoşaqala restoranından keçəndən sonra dönürük, cəmi 100 metr çəkmir məsafəsi. Nə su çıxan yer deyil, nə bir şey deyil, ideal bir yerdir. Ya Allah, ayaqqabımı çıxardım, evi qəşəng təmizləyiblər. Eva bax, 3,85 tavan, tam monolit tikili, yer beton, göy beton. Bunların hamısı şərtdir. Gerək birinci oradan başlayaq. Tamam, kameramız deyir ki, gerək birinci oradan başlayaq. Maşallah, 50 kvadratlıq zal. Mən getmirəm, sən get, mən qallam burada. Bir dənə bunu görüntünü göstərmək istəyirəm. Pərdə işinə özüm baxıram. Hovuz mənzərəsi. Adam valla burada qocalmaz. 274 kvadrat metrdir sahəsi. Mən bəlkə damaşlı kimi deyirəm çıxardım. Çünki çıx-çıx səs gəlir. Ev tam isti döşəməlidir. Qazı, suyu, işığı, hər bir şeyi var. İpotekaya yarıyır. Mətbəxin gözəlliyinə bax. 2 tərəfli mətbəx. Bütün avadanlıqlar qoyulub. Görüntüsünü göstərmək istəyirəm. Plusu nədir? Həm hovuzu görür, həm yaşıllığı görür. O böyük bir üstünlükdür. Hansı yataq otağından başlayaq? Buradan. Evdə ümumilikdə 4 yataq otağı var. Qapıların hündürlüyü 2,40-dır. Tacı ilə bir yerdə 2,60-dır. 2,55, 2,60. Özünün sanitar qovşağı. Qrox sistemlə yığılıb. Hamısı divar içidir. Özünün dolabı. Baxım elə güzgüdə qaqazdı özümə. Şən yerdə də valla. Bax. Kollektor sistemi. İsti döşəməni. Gəldik bura. Bu arada ən balaca yataq otağı budur. 25 kvadrat metrdir sahəsi. Ən balaca yataq otağı. Divar içi gördünüzsə qardirobu var. Seyf qapısı. Orada. Niyə məni itələdin kezdin? Kameranın qabağında deyardım. Baxın, bu yataq otağında. Bu hər evdə olmur. Özünün sanitar qovşağı. VIP evdir də qardaş. Özdə hamısı divar içi. Özünün dolabı. Vallah bu evi bugünkü gün tikmək mümkün deyil bu qiymətə. Burada çamaşırxanası, yenə də orada kollektor sistemi istipolu. Ev qıraqdan 2 daşla tikilib, 2 kubiklə. Evin bəzi ara kəsmələri tək kubikləndir, bəzi çox yerləri 2 kubikləndir. Dediyim kimi yer monolit, patolog monolit. Gəlin indi 3-cü yataq otağına baxaq. 4-cü, bağışlayın, 4-cü yataq otağı. Gördüyünüz kimi burada kravatı. Burada kişi üçün paltarlarını aça bilər, burada da qadın üçün. Və özünün sanitar qovşağı. Bir şey də göstərim. Bu evdə bütün sanitar qovşaqlarının bu divarları şulkadır, istidir. Bunu da qeyd eləmiş olum sizlərə. Bax, bu otaqda səhər oyanırsan, bu gözəlliyi görürsən.
Bax. Yaşıllıq. Allah hər birimizə, hamımıza, bu videonu görən hər kəsə belə gözəl evlərdə, bundan yaxşı evlərdə yaşamağı nəsib eləsin inşallah. Amin deyək. İnşallah ki bizlərə də qismət olar. Mən də sizlərlə bərabər. Gəldik bir videomuzun daha sonuna. Qeyd edeyim ki, evimiz Mərdəkanda Qoşaqala restoranının yaxınlığında yerləşir. 6 sot torpağın içindədir. 274 kvadrat metr sahəsi var. Gördüyünüz kimi 4 yataq otağı, hər yataq otağı birindən başqa, hər yataq otağının içində özünün qardırobu və sanitar qovşağı var. Bunlar hamısı pul deməkdir. Bəzən videoya baxırlar, izləyir. Qardaş, mən bunu tikərəmi? Gəl tik qardaş, gəl. Gəl bir 10 dənəsində biz alacağıq. Allah xeyir versin. 530 min manat start bu evə qiymət deyilir. Endirimi də olunacaq inşallah. Hər kim alacaqsa indidən xeyirli, uğurlu olsun. Özünüzdən müğayət olun, özünüzə yaxşı baxın. Hələlik.